Salam hörmətli şagirdlər, bu gün sizə 16-sı 3-cü ay 2025-ci ildə DİM sınaq imtahanının izahatını verəcəm. Tarix 2-ci qrup 11-ci sinif. Franklin Delano Roosevelt hakimiyyət dövrü xarakterikdir. 1933-45-ci illərdə ABŞ prezident olub. Həmin dövrdə iqtisadi böhran baş vermişdi 29-cu ildə. Və Delano Rooseveltin dövründə isə iqtisadiyyat üzərində dövlət nəzarətinin gücləndirilməsi tədbiri həyata keçirilib böhran qarşısını almaq üçün. Cavab 62 eradan əvvəl 1-ci əsrə aid olan hadisələr. Pompeyin yürüşü eradan əvvəl 66-65 1-ci əsrə düşür. Eradan əvvəl Qotların yürüşü eradan əvvəl 4-cü əsr. Qədim Romanın paytaxtının Vizantiyaya köçürülməsi 330, yəni 2 ilə 3 olmaz. Spartakın başçılığı altında üsyan eradan əvvəl 74-71-ci illər 1-ci əsrə düşür. Deməli, 1-dən 100-ə qədər illər 1-ci əsrə düşdüyünə görə cavabımız 1 və 4-cü variantı götürürük, B variantı. 63-cü sual. Deməli, bizdən doğru hadisə nəticə əlaqələrini müəyyən etmək soruşulur. Şeyx Üveysin Təbrizi tutması 1359-cu il. Azərbaycan böyük bir hissəsi Cəbrayıl dövlətinin tərkibinə daxil olunub. Doğrudur. Kürdən cənubda olan böyük bir hissəsi. Canı bəyin Azərbaycana yürüşü 1357-ci il. Lakilər dövlətinin süqutu doğrudur. 2 də düzdür. Əmir Teymurun Şirvana qoşun yeritməsi 1386-cı il. İbrahim Dərbənin taxta çıxması 1382-ci il. Doğru deyil. 86-cı il Əmir Teymurun Azərbaycan yürüşü, Toxtamış xanın Azərbaycanı tərk etməsi bəli, doğrudur. Doğru varılmasımız 1, 2 və 4. Y variantı olmaz burada. 5 götürmürük çünkü Terik döyüşündə Toxtamış xana məğlub olması 1395-dir. Qızıl Orda dövlətinin süqutu isə 1502-dir, uyğunsuzluq. Buna görə doğru variant Y variantı. 64. Çar Rusiyası Zadücün övladları istisna olmaqla müsəlmanlarını hərbi xidmətə çağırmırdılar. 87-ci il Rusiya hökuməti hərbi xidmət əvəzinə kəndlər üzərində yeni vergi adlanan əlavə mükəlləfiyyət qoydu. Bu orduya çağırış yaşını satmış gənclər üzərinə qoyulmuş hərbi vergi idi. Bu siyasəti yürütməklə Azərbaycanlıların hərbi işi bilməsini istəmirdi. A variantı. Çünki hərbi müqavimət göstərə bilərlər Azərbaycanlılar. Ona görə doğru variant A'dır. 65. Birinci Dünya müharibəsində Şimali Cənubi Azərbaycan tarixçisi ümumi cəhətlər 1914-18-ci il əhatə edən Birinci Dünya müharibəsi dövründə muxtariyyət ondan mübarizə aparılıb, bəli. Hər iki dövlətdə, həm Şimali, həm Cənubi Azərbaycanda. Daha doğrusu İngilis qoşunlarının ölkəyə daxil olması, İngilis qoşunları Densterlin, Thompson 18-ci ildə Şimali Azərbaycana, eləcə də Cənubi Azərbaycana 18-ci ildə daxil olublar. 2-də götürürük. Milli hökumətin təşkil edilməsi Cənubi Azərbaycanda 1920, Şimali Azərbaycanda 18-ci il may ayı, Cənubi Azərbaycanda uyğunsuzluq var deyə götürmürük. Osmanlı qoşunlarının ölkəyə daxil olması, bəli, həm Şimali Azərbaycana, həm də Cənubi Azərbaycana, məsələn, Şimali Azərbaycan 18-ci ildə Bakının azad edilməsində, eləcə də Cənubi Azərbaycanda deməli 18-ci ildə Osmanlı qoşunları daxil olublar. Ona görə də 4-ü götürürük. Sovet ordusu tərəfindən tamamilə işğal edilməsi, xeyr, bu vaxt Şimali Azərbaycanda hələ xalq cəmiyyəti mövcud idi. Ona görə də 1, 2 və 4-ü götürürük doğru variant kimi. Növbəti 66-cı suala baxırıq. Azərbaycan SSR-də hərbi kommunizm kollektivləşmə illəri. Hərbi kommunizm 1920, kollektivləşmə 1929-cu ildə həyata keçirilib. Burada hərbi kommunizm siyasətinə görə ərzaq sapalağı tətbiq olunur və ərzaq sapalağına görə kəndlər məhsulunu bazara çıxara bilmirdilər. Eləcə də kollektivləşmə illərində məcburi kolxozla soxalcılara cəlb olunduğuna görə kəndlərin öz əməyinə marağı azalıb. Doğru variant A variantı. 67. Qədim Çin tarixinə aid deyil. Deməli, kəndlərin və qulların üsyanı qırmızı qaş sarsaqlar üsyanı olduğuna görə biri götürmürük, çünki aiddir. Vuruşan Paçaqlar dövrü eradan əvvəl 4 və 3-cü əsrlər qədim dövrə aiddir. Bunu da götürmürük. Roma qoşunlarının hücumuna məruz qalması, bəli, Çin Roma qoşunlarının hücumuna məruz qalmayıb. Ari tayfaların hücumunu qarşılamaq üçün Çin səddin tikilməsi, daha doğrusu bu Hun tayfalarına qarşıdır. Ona görə də 4-ü də götürürük. Xan sülaləsini 2 dəfə vahid dövlətdə birləşdirməsi, xeyr, xan yox, burada Sin sülaləsi olmalıdır. Ona görə 5-i də götürürük. Deməli, cavabımız 3, 4, 5, D variantı.
Xəritədə ulduzlar yaşamış dövlətin 17-ci əsr tarixinə aid ümumi cəhəti burada İngilis və İngiltərə, eləcə də Osmanlı dövlətindən söhbət gedir. Və 17-ci əsrdə hər iki dövlət Səfəvi dövləti ilə deməli müqavilə imzalayıblar. İngiltərə 1621-ci il əbədi dostluq müqaviləsi, Osmanlı isə 1612 Sərab, 1618 Mərənd, 1639-cu il isə Qəsr-i-Şirin sülh müqaviləsi imzalanıb. Ona görə doğru variantımız A variantıdır. 69-cu sual. Ali Monqol xaqanlığının canişinlərin hakimiyyət dövründə həyata keçirilən siyasətin mahiyyəti. Ali Monqol xaqanlığı 1239-cu ildən Azərbaycanı ümumiyyətlə tutduqdan sonra yerli feodallar köçər Monqoliyalardan asılılığını gücləndirmək istəyirdilər. Yəni yerli feodallar ondan asılığa düşsün. Ona görə də B variantı. Verilənlər hər ikisi aiddir. Hakimiyyət dövründə Naxçıvan haqqında Gürcü qullarını məğlubiyyətə uğradıb. Şirvanşah 1-ci Axisarın hakimiyyətə gəlməsinə kömək edib. Təbii ki, bu rahat sualdır. Şəmsəddin Eldəniz 1163-də də Gürcü qoşunlarını məğlubiyyətə uğratmışdı. 71-ci sual. Mir Məhsud Nəvab tərəfindən üsul cədid məktəbinin əsasının qoyulması 19-cu əsrin ikinci yarısında üsul cədid məktəblərinin əsası qoyulub. Və Mir Məhsud Nəvab üsul cədid məktəbini Şuşada deməli əsasını qoymuşdu. Doğru variantımız C variantı. Naxçıvanda Sidqi, Şamaxda Seyid Əzim Şirvani və burada üsul cədid məktəbləri, eləcə də Qarabağda üsul cədid məktəbləri açılmışdı. 72. Azərbaycan ərəb xilafətinin tərkibində olduğu dövrə aid deyil. 7-ci əsrdən ərəb xilafətinin tərkibində olub. Burada Dastakir torpaq mülkiyyət formasının yaranması, çünki Dastakir Sasanilərdə olub. Bu rahat sual idi. 73. Uzun Həsən, Şah İsmail və Şah Abbas. Osmanlılarla Mərənd sülhünün imzalanması Şah Abbasa aiddir. Deməli A. Otuqbel döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi 1473. Bu Uzun Həsənə aiddir. B. Mərv döyüşündə Şeybanilərin məğlubiyyətə uğradılması 1510 İsmailə. Şah İsmail, deməli C. Səfəvi dövlətinin paytaxtının Təbrizdən İsfahana köçürülməsi əslində Təbrizdən Qəzvinə köçürülüb, İsfahana yox, ona görə D variantı uyğun deyil. Osmanlı dövlətinə qarşı mübarizədə Cəlali hərəkatından istifadə edilməsi bu Şah Abbasa aiddir. Yeni də bura götürürük. Doğru variantımız 1B, 2C, 3A, 1B, 2C, 3A, Y variantı. 74-cü sual. Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilib 1040-dan söhbət gedir. Burada Qəznəvilər idi. Baxaq, onda 1-ə B-ni götürürük. Qərbi Roma imperiyası üzərinə yürüşlər edilib. Bu Qərbi Roma üzərinə yürüş Katalan döyüşünü götürə bilərik. Attilanın dövründə Avropanın dövləti C. Ərəblərlə uzun müddət mübarizə aparıb. Təbii ki, bu Xəzərlərə aiddir. A variantı. Bələncər döyüşləri, Savalan, Hilat. Ona görə deməli 1B, 2C, 3A, 1B, 2C, 3A, Y variantı. 13-cü əsrin Aralıq dənizində Çar 1-cinin Venesiya Genuyaya keçməsinin səbəbi bu deməli xas yürüşlərlə əlaqədar idi və xas yürüşlərində 1204-cü ildə Bizans tutulub qarət olunmuşdu və bundan sonra Venesiya Genuyanın əlinə keçir birincilik. Ona görə də burada B-ni götürmək olar. Bizansın xaslar tərəfindən məğlub edilməsi. 76-cı sual. Stalinin hakimiyyəti dövrünə aiddir. Deməli, Stalin hakimiyyəti dövründə sürətləndirmə xətti Qarbaçovun dövrünə düşür. 80-ci illər. Kolxozçulara pasport verilməsi Xruşovun dövrü. Hərbi kommunizm siyasəti 20-ci ildə bu Leninin dövrüdür. Totalitar idarə sistemi və kolxozçulara pensiya. Pensiyanın tətbiq olunması deməli bu 1900 deməli 50-ci il, 20-ci əsrin 50-ci illərinə düşür və 59-cu ildə burada Xruşovun dövründə tətbiq olunub. Totalitar idarə sisteminin qurulması isə Yosif Stalinin dövründə aiddir. Bu sualda deməli bizi çaşdıran kolxozçulara pensiya sistemi tətbiq olunmasıdır. Stalin dövründə 1932-ci ildə kolxozlaşma pasport sistemi tətbiq olunub, amma bu kolxozçulara tətbiq olunmayıb. Ona görə cavabımız D-dir.
Osmanlı Sultanı Orxan Qazının hakimiyyət dövrü üçün səciyyəvidir. Paytaxtın Bursaya köçürülməsi, bəli, Ədirnənin fəth edilməsi Murada aiddir. 1361-ci il. Ona görə 2-ni götürürük. Osmanlı İmperatorluğunun qüdrətinin zirvəsi 2-ci Mehmetin dövründə çatıb. Osmanlı dövlət tarixində ilk dəfə Sultan Abdullah 1-ci Murad deməli alıb. Dövlətin arası inzibatiyyətin paşalıq və sancaqlara bölünməsi isə Orxan Qazinin dövründə. Doğru variant 1-5-Y variantı. Uyğunluğu müəyyən edin. 1-ci və 2-ci Qarabağ müharibəsi. 2-ci Qarabağ müharibəsi 2020-ci ilin sentyabr-noyabr ayları. 1-ci Qarabağ müharibəsi 92-94. Zəngilan rayonunun düşmən tərəfindən ələ keçirilməsi, Hadrut qəsəbəsinin düşmənindən azad edilməsi və Milli Ordumuzun uğurlu Ağdərə əməliyyatını həyata keçirilməsi, Gizli Mübariz İbrahimovun Milli Qəhrəman adına layiq görülməsi 2010. Deməli, Şərur rayonunun Cünnət əməliyyatı 2018. Deməli, Y ilə D heç birinə aid deyil. Ona görə Y, D olmayan variantları biz götürəcəyik. Və D variantı var, çıxırıq. Y variantı var, bunu atırıq. D variantı var, bunu atırıq. Qaldı A ilə B variantı. Burada 1-ci Qarabağ müharibəsində 92-ci ildə uğurlu Ağdərə əməliyyatı həyata keçirilib iyun ayında. Ona görə 1-ə C-ni, 2-ə isə AB-ni götürürük. Zəngilan rayonunun düşmən tərəfindən, daha doğrusu ələ keçirilməsi, Hadrut qəsəbəsinin düşmənindən. Aha, burada biz baxmalıyıq. Deməli, 1-ə AC-ni, Zəngilanın düşmən tərəfindən ələ keçirilməsi, 2-ə isə B, uğurlu Hadrut qəsəbəsinin düşmənindən azad edilməsi. Ona görə doğru variantımız A variantıdır. Keçir 79. Savalan və İhlas şəhəri ətrafında baş vermiş döyüşlərin oxşarlığı 731-737-ci il hilatdır. Əks Ərəb-Xəzər arasında olub. Deməli, D variantı. Burada Savalanda Xəzərlər Hiratda Ərəb qalib gəldiyinə görə deməli, A variantı səhvdir. B-də Sasani Xəzər arasında deyil. C Sasaninin qalib gəlməsi deyil. 7-ci əsrin 2-ci yarısında yox, 8-ci əsrdə baş verdiyinə görə doğru variant D-dir. Növbəti 80-ci suala baxalım. 80-ci sualda 1 və 2 mətin verilib. Bu dövrdən başlayaraq insanlar qan qoxumaq əsasında birlikdə yaşamağa başladılar. Ağacdan sallar düzəldi, daş və sim üzərində insan tümürləri hazırlayırdılar. Bu üst paleolitdir. Bu dövrdə insanlar heyvanları daha uzaqdan ovlamağa başladılar. Suya keçmək üçün qayıqlar düzəldilər. Qayıqlar üzərində rəsm. Bu mezolit dövrüdür. Mətndə bəhs edilən dövrdən fərqli olaraq ikinci mətndə, birinci mətndən fərqli olaraq ikinci mətin, yəni mezolit dövrünə aid olanları götürməliyik. İstehsal sərəfadına keçin əsasının qoyulması, bəli, mezolitdədir, biri götürürük. İnsanların qəbilə icmasında yaşaması hər iki dövrdə var, ona görə ikisini götürmürük. Axirətə inam orta paleolitdə mövzu olub, yəni hər iki dövrdə də mövzu olub, ona görə üçü də götürmürük. Yeni sənətkarlıq sahələri meydana gəlib, bəli, artıq mezolit dövründə əkinçilik heyvan deməli meydana gəlmişdir və ona görə də biz yeni sənətkarlıq sahələri neolit dövründədir. Ona görə də mezoliti biz götürmürük. Burada cavabımız yalnız 1 C variantı. Çünki yeni sənətkarlıq sahələri meydana gəlməsi, dulusçuluq, daş işləmə, sümük işləmə mezolitə aiddir. 81. Manna dövlətinin ictimai dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edək. Qeyri-məhdud hökmdar hakimiyyətinin mövzu olması bəli doğrudur. Hökmdarların fərman və qanunların feodalların mənafeyinə uyğun olması, bu vaxtı feodal yox idi. Ona görə də 2-ni götürmürük, yəni quldarlıq dövrü idi. 1-i götürürük. Növbəti vilayətlər hökmdar tərəfindən təyin olunan canişinlər idarə edirdi. Bəli, 3-ü də götürürük. Eradan və 8-ci əsrin hakimiyyəti irsən olaraq keçirdi. Bəli, bunu da götürürük. Əyalətlər ağsaqqallar şurası tərəfindən təyin olunan canişinlər tərəfindən idarə olunurdu. Ağsaqqallar yox, hökmdarlar tərəfindən təyin olunur. Ona görə də doğru variant 1, 3 və 4 C variantını götürmək olur. 82-ci sual. Şirvanşahlar, Sacilər, Salarilər dövləti, feodal dövlətlərə aid Eylerben diaqramı düşüb. Xəzər dənizində ticarət gəmiləri üzməyə başlayıb Salarilərin dövründə.
Dərbəndə ələ keçiriblər hər üçü B. Məzədlər sülalası tərəfindən Şirvanşahlar idarə olunub. Rey hakimi Samanlərdən alıb Sacilər, Mərzban Məhəmmədin qanunnamə Salarilər. Deməli 1-ə C, 2-yə D, 3-ə A-yı, 4-ə B, D variantı. İkinci Rusiya Qacarlardan fərqli olaraq 1-ci Rus Qacar müharibəsi dövründə 2-ci Rus 1800 Qacar müharibəsi 26-28, 1-ci Rus Qacar müharibəsi 1804-13. Türkməncə və Gürcüstan sülhlərinə yekunlaşıb. Qarabağ xanlığında idarə üsullarının saxlanması bizə 2-ci Rus Qacardan fərqli olsun, yəni birinciyə aid olsun. 1804-13. Ona görə baxaq, Qarabağ xanlığında xan idarə üsulunun saxlanması, bəli, doğrudan da 1-ci Rus Qacar müharibəsində xan idarə üsulu saxlanılıb, çünki Kürəkçay müqaviləsi bağlanılıb 1805-ci il. Amma 2-ci Rus Qacar müharibəsi dövründə isə 1800 deməli Qarabağ xanlığının daxili muxtariyyətini ləğv ediblər 22-ci ildə. Ona görə də 2-ci Rus Qacar müharibəsində artıq xan idarə üsulu yox idi. Biri götürürük biz. Müəyyən müddət Gəncədə xan hakimiyyətinin bərpa edilməsi. Xeyr, Gəncədə xan hakimiyyətini ümumiyyətlə 1804-cü ildə hələ Rus Qacar müharibəsindən əvvəl ləğv etmişdilər. Əyalətlərin komendantlar tərəfindən idarə olunması, bu hər ikisində var, yəni komendantlar üsulunun tətbiq olunması. Qubada yerli bəylərdən ibarət əyalət şurasının fəaliyyət göstərməsi 1806-dan 10-cu ilə qədər əyalət şurası fəaliyyət göstərib. Ona görə də bu 1-ci Rus Qacar müharibəsinə düşür, 4-ü götürürük. Bir sıra Azərbaycan xanlıqlarının Rus tərəfindən işğal edilməsi, bəli, hər ikisində işğallar var. Doğru variantımız 1 və 4. 84-cü sual xronoloji sualdır. Xalq Cümhuriyyətinə aid. Naxçıvan general qubernatorunun yaradılması 1919-un fevralı. Gəncədən Bakıya köçməsi 1918 sentyabr. Batum 1918-in iyunu, bura iyun yazaq. Gürcüstan hərbi müdafiə 1919-un iyun. Deməli, onda biz baxsaq, 1-ci 18-ci ildən başlayacaq. Fevralda, deməli, burada Gəncədən Bakıya köçürülməsi sentyabr ayında və iyun ayında da Batum müqaviləsi. Deməli, burada 3, yəni 1-ci iyun ayı, sonra hökumətin Gəncədən Bakıya 4, daha doğrusu, hədə 3-dən sonra, daha doğrusu, burada götürəcəyik biz 2-ni, çünki 18-ci ildədir, hökumətin Gəncədən Bakıya köçürülməsi, 3-2, sonra Naxçıvan general qubernatorluğu və sonra Gürcüstanın hərbi müdafiə paktının imzalanması, 3-2-1-4. Növbəti sual 85-ci sualdır. Heydər Əliyevin 1-ci prezidentliyi dövrünə aiddir. 1993 və liderimiz 1998-ci ilə qədər hakimiyyətdə olub. 98. Torpaq islahatı haqqında qanun 1996-cı il, 95-də verilib, 96-da qüvvəyə minib. Parlament seçkiləri 1995. Konstitusiya dəyişikliklər edilməsinə dair referendum bu 2002-ci ildir. 2002. Respublikasında ilk bələdiyyə seçkiləri 1999. Ona görə də biz 4-ə atırıq, 3-ə atırıq. Variantımız 1 və 2. Klassik feodalizm dövründə yaranmış dövlətlər. Klassik feodalizm 11 və 15-ci əsrləri əhatə edir. Bizans 395, Teymuri 1370, Teymuri olar çünki 1370-dir. Dehli 1206, bu da olar, 3-ü də götürək. Böyük Moğol 1526, bu 16-cı əsr düşdüyündən 4-ü götürmürük. Frank imperiyası 800-cü ildə, bu da olmur. Bizə 11-15 lazım olduğuna görə doğru variantımız 2 və Teymuri Dehli 3. Uyğunluğu müəyyən edin 1905, 1858, 1844. Amurun sol sahilini öz ərazisində
qatılması. Bu 1858 Aygun müqaviləsinə görə Çin-Rusiya arasında bağlanıb. Deməli, Rusiya Amurun sol sahilini öz arasına qatıb. A-nı 2-yə götürürük. 2-yə A. Birinci Rus inqilabının başlanması 1905. Təbii ki, bu da Rusiyaya aiddir. 1-ə deməli, biz burada B-ni götürəcəyik. Deməli, burada illərə uyğun Rusiyaya aid olan hadisələri seçməliyik. 2-yə deməli A-nı, 1-ə B-ni, 3-ə isə biz 1844-cü ildə Qafqaza canişinlik sistemi tətbiq edib. Şimali Qafqazın işğalının başa çatdırılması 1864 olduğundan uyğun deyil. Məhkəmə islahatı 1866-da həyata keçirilib, bir də 40-da, ona görə aid deyil. Doğru variantımız 1A, 2B, 3D variantı. Və situasiya suallarına baxaq. 19-cu əsrin əvvəllərində Rusiya xanlıqlara diplomatik əlaqələr gücləndirmək istəyirdi. Rusiyanın dinc danışıqlar təklifini Dağıstan hakimləri yanaşı Lənkəran-Qova xanlıqlarını da qəbul etdi. Şimali Qafqaza başlayan bu görüş sonra müqavilə imzalanması nəticədə Rusiya Cənubi Qafqaz uğrunda mübarizədə əsas rəqiblərinə qarşı cəbhə yaratmaq üçün iştirakçılardan təminat ala bildi. Bunun qarşılığında onlar lazım gələrsə öz himayəsi altına almağa söz verirdi. Haqqında bəhs olunan müqavilənin adı 1802-ci ildə olan Georgiyevsk müqaviləsidir. Haqqında bəhs edilən müqavilə Rusiyanın mənbədə verməyən siyasi vədlərinin birinin yazım. Vədlərinə görə burada qeyd olunmaq olar ki, Rusiya həmin xanlıqları xarici hücumlardan qorumalı idi. Haqqında bəhs edilən müqavilədə həyata keçirilməsi nəzərdə tutulmuş iki iqtisadi tədbir Xəzər dənizində gəmiçilik, Cənubi Qafqazda isə ticarət inkişaf etdirilməli idi. İnanıram bu faydalı olar. Siz üçün imtahan qabağı. Çox sağ olun. Yaxşı hazırlaşmaq lazımdır ikinci imtahana inşallah. Hamınıza uğurlu olsun.